Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün MİQ və sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 5, yəni təlimin təşkilində istifadə olunan forma və üsullardan danışacağam. Mövzumuz çox maraqlı və rahat mövzudur. Bu mövzumuzda yaş qrupları üzrə iş formaları və iş üsullarından danışacağıq. Belə ki, 1-3 yaşında uşaqlarda fərdi, yarım qruplarla və kollektiv iş formasından istifadə olunur. 3-6 yaşlı uşaqlarda isə fərdi, cütlərlə, qruplarla və kollektiv iş formasından istifadə olunur. Aradakı fərq ondan ibarətdir ki, kiçik yaş qruplarında yarım qrup olur, böyük qruplarda isə qrup olur. Bir də digər fərq ondan ibarətdir ki, böyük qruplarda cütlərlə iş formasından da istifadə olunur. Digərləri artıq eynilik təşkil edir. Belə deyim sizə, iş formaları dedikdə düşünün ki, bir otağın belə deyək də, uşaqların düzülüş qaydası, oturuş qaydası nəzərdə tutulur. Amma iş üsulu dedikdə isə siz mövzuları uşaqlara necə başa sala bilərsiniz, necə öyrədə bilərsiniz, metodikalar nəzərdə tutulur. Yəni bu iş üsullarından istifadə edərək siz mövzunu daha yaxşı, daha dərindən uşaqlara başa sala bilərsiniz. Onların başa düşəcəyi səviyyədə başa sala bilərsiniz. Amma iş forması isə uşaqların yəni oturuş qaydasıdır, yəni düzülmə qaydasıdır. Belə yəni yadda saxlayın. Demək, burada 4 iş forması qeyd olunubdur. Bunlardan biri fərdi işdir. Fərdi iş uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyət göstərməsi üçün imkan yaradır. Yəni fərdi işdə hər bir uşağın fərdi potensialı ortaya çıxarılır. Yəni müəllim hər bir uşağa tapşırıq verəndə məqsədi hər bir uşağın fərdi potensialını ortaya çıxartmaq olur. Ki, yəni hər bir uşaq özünü necə ortaya qoyacaq? Ümumiyyətlə öz potensialını ortaya qoya biləcəkmi? Bunun üçün yəni imkanlar yaradır. Daha sonra keçirik cütlərlə iş formasına. Cütlərlə iş forması uşaqların hər hansı probleminin həllində bir-birinə kömək göstərmələrinə, əməkdaşlıq etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaradır. Yəni burada söhbət iki uşaqdan gedir. Onların nailiyyətləri ümumi ikisinin nailiyyətidir. Yəni biri yaxşı nəticə göstərirsə, digər də onun da nəticəsinə təsir edir. Əgər biri yaxşı nəticə göstərmirsə, yəni aktivlik göstərmirsə, digərinin də nəticəsi aşağı olur. Yəni onların ikisinin fəaliyyəti ümumi fəaliyyətlərinə təsir edir, yəni ümumi nailiyyətlərinə təsir edir. Belə ki, məsələn, biri yaxşı işləyir, biri zəif işləyir. Təbii ki, burada nailiyyət zəif olacaq və bu hər ikisinin nailiyyətinə, yəni dəyərləndirilməsinə təsir edəcək. Ona görə hər ikisi aktiv şəkildə iştirak etməlidir ki, ortaya bir iş qoya bilsinlər. Yəni açar söz bir-birinə kömək göstərməkdir. Bir-biri qarşısında məsuliyyətdir. Diqqətli olun burada. Keçirik qruplarla iş formasına. Qruplarla iş formasında kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunur. Bu zaman uşaqlar müstəqil fikir söyləmək və digərlərini dinləmək imkanı əldə edirlər. Yəni burada uşaqlar kiçik qruplarda birləşirlər. Yəni bir yerdə problemi həll edirlər, bir-birinə belə deyək, fikir bildirirlər. Daha sonra fikir bildirirlər, bir-birini dinləyirlər. Yəni bunlar nədir? Qruplarla iş formasına aid olan müəyyən kriteriyalardır. Keçirik kollektiv işə. Kollektiv işdə isə kollektiv iş demək, bircə fəaliyyət göstərmək, kommunikativ bacarıqlarını inkişaf etdirir. Yəni burada kollektivdə bir yerdə, yəni adı üstündə kollektiv isə təbii ki, uşaqlar bir yerdə çalışmalıdır və bir yerdə çalışdıqları halda kommunikativ, yəni onların ünsiyyət bacarıqları inkişaf edir. Kollektivdə işləmə bacarıqları inkişaf edir ki, yəni elə etmək lazımdır ki, hər bir uşaq fikrini bildirə bilsin. Bu da təbii ki, səs-küylü mühitdə ola bilməz, yəni. Hər kəs, yəni kimlər hər hansı bir fikri bildirmək istəyirsə, müəyyən işarə ilə müəllimə bildirə bilər və müəllim də onun fikrini dinləyə bilər. Əks halda hər bir uşaq birdən danışsa, təbii ki, biz bu məşğələni təşkil edə bilmərik. Burada yəni səliqə, səhman, yəni nizam-intizam şərtdir. Və gəlirik bunların müqayisəsinə. Baxın, fərdi işdə demişdim ki, müstəqil fəaliyyət göstərmək, qrupla işdə deyirəm, müstəqil fikir söyləmək. Fəaliyyət varsa fərdi işə aiddir, müstəqil fikir varsa qrupla işə aiddir. Sonra digər bir fərq. Qrupda
problemi bir yerdə həll etməkdir, kollektivdə isə bircə fəaliyyət göstərməkdir. Diqqətli olun bunlarda. Çünki testlərdə düşür və qarışıq bir situasiya yaranır. Ona görə müəllimlər tez-tez çaşırlar. Bunlarda diqqətli olun. Bircə fəaliyyət göstərmək kollektivə aiddir. Bir yerdə problemi həll etmək isə qrupa aiddir. Digərlərdə aydın məsələdə, yəni hər birində olan belə deyək, kriteriyaları əzbərləyin. Keçirik iş üsullarına. Qeyd elədik ki, iş üsulları, yəni müəllimin uşaqlara məşğələni öyrətmə bir metodikasıdır. Yəni bu iş üsullarından istifadə edərək məşğələləri təşkil edir. Demək, 1-3 yaşında 3 iş üsulu var. Sujetli rollu oyunlar, hərəkətli oyunlar və didaktik oyunlar. Sujetli rollu oyunlar aydın məsələdir ki, uşaqlar yəni böyükləri təqlid eləyirlər. Məsələn, mağaza oyununda uşaqlar satıcını, alıcını, yəni təqlid edir. Uşağın biri olur satıcı, digərləri olur alıcı. Yəni böyüklər təqlid edirlər, müxtəlif rollara girirlər. Təbii ki, bu iş üsulundan da kiçik yaş qruplarında istifadə oluna bilər. Gəlirik hərəkətli oyuna. Hərəkətli oyun qaydalı oyunun növlərindən biridir. Yəni burada sadə məzmunlu hərəkətli oyunlardan istifadə olunur. Burada oyun əvvəlcə kiçik qrupla, sonra isə bircə təşkil etmək məqsədə uyğundur. Yəni ki, yarım qruplar nəzərdə tutur. Daha sonra gəlirik didaktik oyunlara. Didaktik oyunda, yəni hərəkətli oyun kimi qaydalı oyunun növlərindən biridir. Didaktik oyunun özünün 3 növü var. Stolüstü çap oyunları, oyuncaqlarla oyunlar, şifahi oyunlar. Yəni bu oyunlar təbii ki, uşağın diqqətini, təfəkkürünü, qavrayışını, təxəyyülünü, kiçik motor hərəkətlərin inkişafını təmin edir. Bu cümləni diqqətlə yadda saxlayın, testlərdə düşür. Birə-bir düşür. Qeyd olunur, siz də artıq alırsınız ki, görəsən hansı iş üsuluna aiddir. Bu, didaktik oyunlara aiddir. Gəlirik 3-6 yaşında iş üsullarına. 3-6 yaşında 9 dənə iş üsulu var. 1-3-də isə 3 dənə iş üsulu var idi. Toplam 12 dənə iş üsulu var. Gəlirik əqli hücuma. Əqli hücum nədir? Bircə səy nəticəsində konkret problemin bir neçə həllinin işlənib hazırlanması, müəyyən vaxt ərzində bütün uşaqların problemlə bağlı ideyalarının toplanması, təlim fəaliyyətinin stimullaşdırılmasıdır. Ümumiyyətlə, əqli hücum bütün məşğələlərdə istifadə olunur. Çünki uşağı düşündürməyə vadar edir, mövzunu tapmağa vadar edir, müxtəlif fərziyyə gəlməsinə səbəb olur. Yəni uşaqda məşğələ ilə bağlı problemli situasiya, fikir müxtəlifliyi yaratmaq və həlli yollarını tapmaq üçün ən çox istifadə olunan iş üsullarından biridir. Daha sonra gəlirik tap-tappacıya. Yəni tap-tappaca oyun tapmaca xarakterində keçirilən bir iş üsuludur ki, bu iş üsulunda yəni tərbiyəçi bir şəkili, üzünü yazı taxtasına çevirir və həmin şəkillə bağlı uşaqlara bir neçə açar sözlər deyir və həmin uşaqlar da həmin açar sözlərinə əsasən o şəkili orada tapmağa çalışırlar. Təbii ki, o qeyd elədiyi açar sözlərə görə uşaqlar o şəkili tapdıqda şəklin də üzü çevrilir. Yəni artıq tapılmış hesab olunur və burada artıq oyun bitmiş hesab olunur. Daha sonra gəlirik nağıl etməyə. Nağıl etmə adətən bədii ədəbiyyatda istifadə olunan üsullardan biridir. Yəni burada əsas məsələ uşağın dinləmə bacarığını inkişaf etdirməkdir. Nağıl etmə üsulunu adətən 10-15 dəqiqə ərzində aparmaq mümkündür. Yəni elə uzun müddət aparmaq mümkün olmur. Ona görə ki, uşaqların diqqətini sabit saxlamaq elə də asan deyil. Xüsusilə də ki, nağıl danışan zamanı, bədii ədəbiyyat keçən zamanı elə də yəni bütövlükdə uşaqların diqqətini sabit saxlamaq olmur. Ona görə maksimum 10-15 dəqiqə onların diqqətini saxlaya bilirsən. Nağıl etmə zamanı bir sıra məsələlərə diqqət olunur. Bunlar yəni aşağıdakılardır. Nağıl etmənin məqsəd və vəzifələri dəqiq müəyyənləşdirmək, nağıl etmə zamanı ardıcıllığı gözləmək. Təbii ki, əgər nağıl etmədən danışırsa, biz onun məqsədi nədir? Bu uşaq buradan nə öyrənəcək? Vəzifəsi nədir? Biz bunları artıq uşağa çatdırmağa çalışırıq. Ən əsası ardıcıllığı gözləyirik. Yəni biz nağıl danışan zamanı qarışıq demirik. Ardıcıl. Əvvəldən axıra qədər ardıcılığa riayət edirik ki, uşaq yəni nağılı ardıcıl şəkildə yadda saxlasın. Əvvəli axırda, axırı əvvəldə yadda saxlamasın.
Daha sonra nağıl etmədə sujetli şəkillərdən istifadə edirik. Əlbəttə, əgər nağılımıza aid sujetli şəkillər varsa, yəni şəkilləri də göstərərək uşağa nağılı daha canlı şəkildə öyrətməyə çalışırıq. Bir var nağılı danışaq, onlar beyinlərində təsəvvür eləsinlər. Bir də var ki, görsel olaraq, yəni onu görsünlər və dərk eləsinlər. Daha sonra digər əyani və texniki vasitələrdən istifadə etmək, yəni hansı ki, slaytlardan istifadə edə bilər, yenə də əyani vəsaitlər indi ola bilər ki, müxtəlif əşyalar olur. Yəni cürbəcür belə deyək də vasitələrdən istifadə etmək mümkün olur. Daha sonra gəlirik müzakirəyə. Müzakirə nədir? Mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Yəni burada əsas məsələ uşaqlarda sual və replikalarla müzakirələrə qoşulmaq, fakt və hadisələrdən istifadə etməklə inandırıcı nitq nümayiş etdirməkdir. Yəni uşaqlar öz fikirlərini ifadə etməyə bacarmalıdırlar. Onlar hə, yoxdan, yəni bəli, xeyirdən imtina etməlidirlər. Yəni onları, uşaqları bu bəli, xeyirdən biz uzaqlaşdırmalıyıq. Çünki onlar səbəb-nəticə əlaqəli suallara cavab verdikdə, fikirlərini əsaslandırdıqda onların nitqi inkişaf eləyir. Əks halda, yəni onların nitqi inkişaf eləyə bilməz. Bəli, xeyir təbii ki, onların nitqini inkişaf etdirmir. Demək, keçən iləm diaqnostik imtahanda da düşmüşdü. Müzakirədə nə baş verdi, nə üçün baş verdi, bu başqa cür necə ola bilərdi, siz bu vəziyyətdə nə edərdiniz tipli, yəni suallar ola bilər ki, bu müzakirəyə aiddir. Çünki burada səbəb-nəticə əlaqəli suallar verilib. Bu da təbii ki, uşağı daha geniş danışmağa vadar edir. Bu da yəni ən çox tələb olunan müzakirə üsulundadır. Gəlirik şaxələndirməyə. Şaxələndirmədə tərbiyəçi müəllim tərəfindən lövhədə dairə çəkilir. Dairənin içərisinə şəkil ilə bağlı söz və ifadələr söyləmək uşağa tapşırılır. Yəni mərkəzdə şəkil yapışdırılır və həmin şəkildən bağlı söz və ifadələr qeyd olunurdur ki, yəni məsələn, bu şəkildən bağlı nə deyə bilərsən? Həmin o dairədən xətlər çəkilir günəş kimi. Uşaq yəni həmin o şəkildən bağlı fikirlər, yəni ağlına nə gəlirsə fikirlər qeyd edir. Müəllim də onları qeyd edir. Sonda isə yəni kiminki düzdürsə plus, kiminki səhvdirsə minus bu formada yəni işarələyərək gedə bilir. Keçirik problemli vəziyyətə. Problemli vəziyyət yəni uşağın tənqidi təfəkkürünü, təhlil etmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir. Adətən 4-5 qruplara bölünür. Yəni burada uşaqlar 4-5 qruplara bölünür. Problemli vəziyyət təsvir olunmuş vərəqlər uşaqlara paylanılır. Hər qrup ona təklif olunan müzakirənin həlli yolunu qeyd edir. Daha sonra ümumiyyətlə iş bitdikdən sonra isə artıq müzakirə aparılır. Ki, yəni kimlər necə yazdı, bu haqda kimlər nə düşünür, bununla bağlı geniş səviyyədə müzakirə olunur. Gəlirik oyunlara. Oyunlar da yəni hər hansı bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir. Bu üsul uşaqlara hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözü ilə baxmaq imkanı verir. Yəni uşaqlar müxtəlif rollara girir. Eynilə yəni demək olar 1-3 yaşındakı oyunlarla eynidir də. Yəni fərqli bir şey yoxdur. Sadəcə olaraq orada daha sadə olursa, burada daha mürəkkəb olur. Keçirik suallara. Suallar artıq yəni uşaqlara 4-5 yəni sayda ola bilər. Yəni 4-5 sayda suallar verilə bilər ki, sualların qoyuluşu tənqidi təfəkkürü inkişaf etdirməyə yönəlməlidir və məzmun və mövzu ilə bilavasitə əlaqəli olmalıdır. Yəni məntiqi ardıcıllıq da burada gözlənilməlidir. Ən əsası isə suallar mövzusunda ən çox düşən sual bu olur. Uşaqların idrak fəallığının artırılmasına böyük rol oynayır. Bu cümlə tez-tez düşür. Yəni söhbət suallardan gedir. Daha sonra gəlirik söz assosiasiyasına. Bu üsuldan hər hansı bir mövzunun öyrənməsinə başlamazdan əvvəl və həmin mövzu haqqında nə bildiklərini və mövzu mənimsədikdən sonra yeni nə öyrəndiklərini aydınlaşdırmaq məqsədi ilə aparılır. Əvvəl nə bilirdi, indi nə bilir, gələcəkdə nə bilər? Gələcəkdə belə deyək də nə öyrənməlidir? Yəni bir növ burada müqayisələrdən söhbət gedir. Daha konkret desək deyə bilərik ki, yəni söz assosiasiyasında yəni uşaq materialı keçməzdən əvvəl sual-cavab eləyirik. Daha sonra isə materialı keçirik və materialı keçdikdən sonra da yenə sual veririk. Aradakı fərqi müqayisə edirik də, yəni əvvəl nə bilirdi, indi nə bilir? Yəni keçmişdən gələcəyə bir növ müqayisə edirik, yəni
keçmişdən indini müqayisə edirik. İstərsəmiz gələcək üçünsə də müəyyən artıq beynimizdə fikir formalaşır ki, gələcəkdə də nələrdən istifadə edə bilərik, hansı metodlardan istifadə edə bilərik. Yəni keçmişdə tutaq ki, hər hansı heyvanlarla bağlı bir mövzudur. Yəni elə heyvanlar, vəhşi heyvanlar, ev heyvanları və vəhşi heyvanlar mövzusudur. Burada yəni müəllim sual verir. Yəni mövzunu keçməmişdən qabaq sual verir. Uşaq görür ki, məsələn müəyyən səviyyədə bilir. Daha sonra mövzunu keçir. Mövzunu keçəndən sonra bir də sual verir. Artıq aradakı fərqi müşahidə edir ki, mən o mövzunu keçməmişdən qabaq uşaq bu səviyyədə bilirdi. Mən mövzunu keçəndən sonra uşaq bu səviyyədə bildi. Yəni keçmiş, indiki arasında müqayisələr olur. Bu təbii ki, yəni gələcək üçün də müəyyən bir proqnoz deməkdir. Gələcəkdə də artıq nələr edə bilər, bunun üzərində çalışmağa başlayır. Müəllimlər, mövzumuz bu qədər. Ümid edirəm ki, hər şey aydın oldu. Əgər qaranlıq qalan bir məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.